Salam uşaqlar, xoş gördük sizləri. Bu gün sizinlə 6-cı sinif informatika dərsinin növbəti mövzusu şəklin kompüterdə saxlanması və çapı mövzusu ilə tanış oluruq. Kompüterdə çəkilmiş şəkilləri harada saxlayırlar? Bu şəkillər nə üçün çap edirlər? Təbii ki, uşaqlar, kompüterdə çəkilmiş şəkilləri yadda saxlamaq nə üçün lazımdır bizə? Ona görə ki, müəyyən zaman sonra ola bilsin ki, həmin şəkillər bizim hansısa sənədlərimizdə istifadə olunsun və yaxud da çəkmişik şəkli xatirə kimi saxlamaq istəyirik. Bunun üçün də onları yaddaşa ötürmək lazımdır. Yəni, şəkli biz çəkdiyimiz anda, icra etdiyimiz zaman həmin şəkil kompüterin operativ yaddaşında saxlanılır. Biz də bilirik ki, operativ yaddaş müvəqqəti, enerjidən asılı olan yaddaşdır. Yəni, kompüteri biz söndürsək və yaxud da enerji kəsintisi olsa, həmin zaman bizim çəkdiyimiz şəkil tamamilə yaddaşdan silinir və görülmüş işimiz məhv olur. Buna görə də biz o şəkilləri sərt diskdə və yaxud da hansısa xarici yadda saxlama qurğusunda yaddaşda saxlayırıq. Gəlin baxaq görək şəkli necə yadda saxlamaq lazımdır. Şəkli yadda saxlamaq üçün əvvəlcə mən sizə bir şəkil açacağım. Baxın, Paint proqramını sizə açdım. Hal-hazırda gördüyünüz Paint proqramında hər hansısa bir şəkil əlavə eləmişəm. Həmin şəkildir. Və bu şəkili biz yaddaşda saxlamaq üçün File menüsünə daxil oluruq. File menüsündə Save As komandası var. Save As bəndini sıxırıq və Save As bəndini sıxdıqdan sonra bizim şəklimizi harada saxlamağımızı soruşur. İstədiyiniz yeri seçirsiniz. Mən hal-hazırda kompüterin ekranını seçdim. Sonra isə şəklimizə istədiyimiz adı yaza bilirik. Məsəl üçün, mən desktop, yəni iş masası yazıram. Çünki bu ekranda gördüyünüz görüntü iş masasının görüntüsüdür. Hətta belə deyim ki, bunu Azərbaycan dilində də yazım ki, daha yaxşı başa düşək. Sonra isə artıq adını yazdıq, harada saxlayacağımızı seçdik. Ondan sonra Save komandasını sıxmaqla şəklimizi yaddaşda saxlamış olduq. Sonra isə bizə görək nə deyir? Görək biz bunların hamısını icra etdikmi? Kompüterin əsas qurğularından birinin şəklini çəkin. Onun biz də iş masasını çəkdik. Onu faylda saxlamaq üçün File, Save menü komandasını seçin. Bu məqsədlə Ctrl-S klavişləri kombinasiyasından da istifadə olunur. Yəni, uşaqlar, biz fayl menüsünə daxil olub Save və yaxud da Save As bəndini seçdik. Eynən Ctrl-S düyməsini də bassaq, Ctrl basılı vəziyyətdə saxlamaqla S düyməsini basırıq və bu zamanda biz faylı yaddaşda saxlanmaq üçün lazım olan pəncərə açılır, bizə lazım olan pəncərə açılır. Necə ki, bayaq File, Save As bəndini vuranda bir pəncərə açıldı. Biz orada faylın adını yazdıq, onu harada yaddaşda saxlamaq lazımdır, onu qeyd edərik. Həmin pəncərə Ctrl-S düyməsini sıxanda da açılır. Sonra deyək ki, My Document, My Picture qovluğunu açır. Biz desktop qovluğunu seçdik, orada saxladıq. Uşaqlar deyək ki, unutmayın ki, faylın adında 255 simvoldan çox simvol ola bilməz. 255 dənə simvol maksimum istifadə etmək olar. Eyni zamanda böyükdür, kiçəkdir, sual işarəsi, 2 nöqtə, qoşa dırnaq, sola slash, ulduz, sağa slash və drop kimi simvollardan da istifadəyə icazə verilmir. Deməli, hansılardan icazə verilmədi? Bax, bu simvollardan faylın adında yazılışda istifadə verilmir. Eyni zamanda faylın adında 255-dən çox simvol ola bilməz. Fayl necə yaddaşda saxladıq? File, Save, menü vasitəsilə və yaxud da Ctrl-S düyməsi vasitəsilə. Burada da Save As pəncərəsi açılır və Save As pəncərəsində də faylın adını yazıb, sonra Save düyməsini sıxmaqla yaddaşda saxladıq. Buradan öyrənməli olduğunuz hissələr bunlardır. Sonra baxaq dərsin ikinci hissəsinə. Görək burada nə deyir? Save düyməsini sıxın və bitdi. Qrafik redaktorda çəkilmiş rəsmi bəzən kağıza çıxarmaq, yəni çap eləmək lazım gəlir. Çap eləmək üçün də print komandası var ki, print komandasından istifadə olunur. Deyir, printeri işə salın. Bizdə printer yoxdur, amma vizual olaraq görüntünü göstərəcəm sizə. Çap etmək istədiyiniz faylı seçin. File, print menü komandasını sıxın. Çap
üçün Ctrl-P klaviş kombinasiyasından da yararlanmaq olar. Print pəncərəsi açılacaq. Əgər bir neçə printeriniz varsa, Select Printer bölümündən istifadə etməklə istədiyiniz printeri seçin. Əgər şəkli bir neçə nüsxə çap etmək istəyirsinizsə, Number of Copies sahəsindən nüsxələrin sayını seçin və print düyməsini vurun. İndi gəlin sizinlə bayaqki şəkil üzərində uzun yetirək. Uşaqlar, baxın, şəkil açıldı. Şəkil açılandan sonra fayl menüsünə daxil oluruq. Fayl menüsündən print bölməsini seçirik. Baxın, əgər bizim bir neçə printerimiz varsa, buradan bizə lazım olan printeri biz seçirik. Seçəndən sonra şəkli portret formasında istəyirik, yoxsa mənzərə formasında istəyirik, bunu seçirik. Daha sonra neçə dənə kopyasını çıxartmaq istəyirik. Məsəl üçün, mən tutaq ki, istəyirəm ki, ekrandakı şəkildən 3 dənə çıxsın. O zaman 3 dənə seçirik və burada print düyməsi var. Görürsünüz, print düyməsini vursaq artıq printerə qoşuldursa kompüter çap olunacaq. Deməli, nə etdik? Bir daha baxırıq, fayl menüsünə daxil olduq. Daha sonra print bölməsini seçdik. Eyni zamanda uşaqlar, bir dəqiqə buradan diqqət cəlb edeyim nəyə? Bax, fayl menüsünə daxil olduq. Save-əsin qabağında nə yazılır? Save-in qarşısında. Ctrl-S. Sonra printin qarşısında görün nə yazılır? Printin. Ctrl-P. Yəni print əmrini Ctrl-P-də açır. Bax, bu pəncərəni Ctrl-P düyməsi də açır. Sonra burada portret, yəni dikine olsun vərəq, yoxsa mənzərə, landscape, mənzərə formasında olsun, onu seçirik. Burada kopyaların sayını seçirik. Burada da print düyməsinə vurmaqla şəklimizi çap etmiş oluruq. Qaydırıq təkrar kitabımıza. Bunu da icra etdik. Ondan sonra görək bizə nə deyir. Buradan da uşaqlar daimi şəkildə yadda saxlanılması vacib olan hissə şəkli çap eləmək üçün printer işə salın. Daha sonra File, Print menü komandası açın və yaxud da ki Ctrl-P klavişini seçin. Print pəncərəsi açılacaq. Bax, bayaq bizim gördüyümüz pəncərə bu idi, print pəncərəsi. Daha sonra əgər bir neçə dənə printeriniz varsa, Select Printer bölməsindən printeri seçirsiniz. Daha sonra isə Number of Copies bölməsindən neçə dənə kopyasını çıxartmaq istəyirsiniz sənədi. Kopyanı seçib, sonra da print düyməsinə çıqqıldadırsınız. Sonra uşaqlar deyir ki, növbəti hissələrdə baxaq görək. Növbəti hissəsində dərsin nə deyir? Buraxılmış sözləri əlavə edin. Qrafik redaktorda nə hazırlamaq olar? Şəkil hazırlamaq olar. Windows əməliyyat sistemində ən sadə qrafik redaktor Paint-dir. Düzdür? Paint proqramıdır da, hamısını yazmıram. Paint. Sonra proqramda hazırlanmış şəkli saxlamaq üçün hansı komandasını seçmək lazımdır? Təbii ki, Save File komandasını, Save komandasını saxlamaq üçün Save komandasını seçmək lazımdır. Failin adında hansı simvollardan istifadə etmək olmaz? Dedik ki, kiçikdir, böyükdür, qoşa nöqtə, sonra qoşa dırnaq, sonra sola drop, sağa drop, sonra sual işarəsi, bir də nə idi? Bir də drop işarəsindən istifadə etmək dedik ki, olmaz. Hazır rəsmi çap etmək üçün isə hansı komandadan istifadə olunur? Print və yaxud da ki, Ctrl-C komandasından istifadə etmək mümkündür. Uşaqlar, bugünkü dərslər. Sağ olun, salamat qalın. Dərsimizi diqqətlə izləyin və çalışın ki, dərsi tam dərindən dərk edib, başa düşüb, ondan sonra da dərsi öyrənəsiniz. Bugünlük bu qədər.